Dövlət başçısının BMT Baş Assambleyasının 80-ci sessiyasında iştiraki və çıxışı diqqətlə izlənir. Prezident işğaldan qələbəyə gedən yolun düsturunu açıqladı. Regionun problemlərini dilə gətirməyi də unutmadı. BMT Baş Assambleyasının 80-ci sessiyası dünya liderlərinin beynəlxalq gündəmi müzakirə etdiyi ən mühüm tribunadır. Bu sessiyada Azərbaycanın da səsi ucaldı. Prezident İlham Əliyev çıxış etdi və qlobal çağırışlara diqqət çəkdi. Xüsusilə də Xəzər dənizinin həm ekoloji, həm də təhlükəsizlik baxımından əhəmiyyətini vurğuladı. Bugün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb isə iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri ilə ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin bir səyləri zəruridir. Azərbaycan həmçinin həmin problemin həlli üçün BMT ilə sıx əməkdaşlığa hazırdır. Dövlət başçısının Xəzərin qorunmasının yalnız sahilyanı dövlətlərin deyil, həm də bütün beynəlxalq ictimaiyyətin ortaq məsuliyyəti olduğunu diqqətə çatdırmaqla ölkəmizin hər zaman qlobal məsələlərdə kənarda qalmadığını, əksinə həlledici rola sahibliyini də önə çəkmiş oldu. Elə məsələyə münasibət bildirən siyasi təhlilçilər də deyirlər ki, prezidentin BMT tribunasından Xəzərlə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın bir daha regional və qlobal mövqeyini gücləndirmiş oldu. Ali tribunadan ölkə prezidentinin Azərbaycan reallıqlarını, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla yanaşı zəfər qələbəmizin mahiyyəti və zəfər qələbəsindən sonra Azərbaycanın dünyada mövqeyinin daha da güclənməsi və bu istiqamətdəki fikirlərlə yanaşı eyni zamanda bugün regionun və dünyanın özünü narahat edən məsələlərə, xüsusilə iqlim dəyişikliklərinin törətdikləri fəsadlarla bağlı öz fikirlərini səsləndirməsi və xüsusilə Xəzər dənizinin deməli quruması ilə bağlı və onun gələcəkdə daha böyük təsirləri olacağı ilə bağlı fikirlərini səsləndirməsi bu onu bir daha sübut edir ki, Azərbaycan regionda güc sahibidir, iqtisadi, siyasi baxımından Azərbaycan regionun əsas dövlətlərindən biridir. Azərbaycan lideri beynəlxalq birliyə bu çağırışı etməklə həm də yarana biləcək daha böyük problemin əvvəlcədən qarşısının alınmasının vacib olduğunu önə çəkdi. Diqqətə gələn bir məqamda o oldu ki, bu təkcə Xəzər sahili yaşayan xalqların deyil, bütün bəşəriyyətin gələcəyinə xidmət edən təbii sərvətdir. Bəturiyə Nəbiyeva, Bəkir Həşimov, Space.